Salam əziz şagirdlər və fizika vəsiqələri. Bugün sizlərlə birlikdə müxtəlif mühitlərdə elektrik cərəyanı ətraflı yazılı cavab tələb edən tapşırıqlarına baxaq. Demək, birinci sualda deyir ki, uşaqlar çıxış işinin qiyməti var. Metaldan elektron qopması üçün minimal sürət nəyə bərabərdir? Ümumiyyətlə uşaqlar, termoelektron emisiya hadisəsinin baş verməsi üçün bizim əlimizdə cismin kinetik enerjisi onun çıxış işindən böyük olmalıdır. Amma burada minimal məsafə dediyinə görə bir-birinə bərabər götürə bilərik. Yəni mv kvadratı bölünsün 2-ni bərabər eləyəm A çıxışı. Buradan da V-ni soruşur. V nəyə bərabərdir? Kök altına 2A çıxış bölünsün 2. Gəlin daha çox 2 yox, bir dəqiqə M. Verilənə yerinə qoyaq. 2 vurulsun A çıxış 1.8 vurulsun 10 da -18-dir. Bölünsün M-in qiyməti isə 9 vurulsun 10 da -31-dir. Bu da uşaqlar neçə eləyəcək? Demək, ixtisarlarımız gedəndə 0.4 vurulsun 10 üstündə 13. Düzdürmü? Burada da 4 vurulsun 10 üstə 12 kimi götürsək, çıxacaq 2 vurulsun 10 üstə 6. Uşaqlar, bizdə baxın, cavab 2 vurulsun 10 üstə 6 metr bölünsün saniyə. Amma bizdə mega ilə soruşub. Ona görə 2 megametr bölünsün saniyə olacaq. Sonra keçək növbəti suala. Burada uşaqlar deyir ki, suyu qızdırdıqda, yəni qızdırdıqda temperatur artır. Gəlin yazaq bura. Temperatur artanda A1 necə dəyişir? A2. A1 uşaqlar metal. Bir dəqiqə bunu sizə tam göstərim. Bax, buradan görürsünüz A1 metaldadır. A2 isə yarım keçiricədədir. Onda deyirsən ki, R1 müqaviməti artacaq, R2-nin müqaviməti azalacaq. Niyə? Çünki temperaturla yarım keçiricilər tərs mütənasib olduğu üçündür. Buradan da I bərabərdir U bölünsün R-dən. Əgər ki, R artırsa, I1 neyəcək? Azalacaq. Demək, I1 azaldı. Eyni düstur yenə I2 bərabərdir U bölünsün R-dən. R azalırsa I2 artacaq. 1 azalar, 2 artar. Keçək növbəti suala. Bizdə soruşur ki, M1 bölünsün M2 nəyə bərabərdir? M-in ümumiyyətlə öz düsturu nəyə bərabərdir? M bərabərdir K2-yə. O da K-I-T-yə. Onsuz uşaqlar, tərəf-tərəfə böləndə M1 bölünsün M2 olacaq. K-I-T bölünsün. Söhbət birinci haldan gedir. Bölünsün K-I-T. İkinci hala. K-lı ixtisar gedən uşaqlar. I vurulsun T. Bu da bizə hasili verirmi? Yəni birincinin hasili bölü ikincinin hasili. Birincinin hasili bax budur uşaqlar. Onda elə hasil AB düzbucaqlıdır. Amma ikinci uşaqlar bax budur. Özünüz də görə bilərsiniz. Düzbucaqlı, üçbucaqlı. Tam ortasına bölünür. Yəni AB bölünsün 2. AB-lər ixtisar getdi, qaldı 2. Keçirəm növbəti, yəni 4-cü sual. Gəlin uşaqlar. Maraqlı suallardan birisidir. Məsafə verib D 3.6. Gərginlik U 40. Məndən anı soruşur. F bərabərdir MA deyilmi? F-in yerinə Q-yə bərabərdir MA yaza bilərikmi? Y-nin də yerinə Q vurulsun U bölünsün D bərabərdir MA yaza bilərik? Yaza bilərik. Yazın uşaqlar, Q-nin elə uşaqlar ən kiçik qiyməti Y-yə bərabərdir. Yəni burada Y vurulsun U bölünsün D bərabərdir MA da yaza bilərəm. Burada nə istəyir məndən? A-nı. Gəlin A-nı tapaq. A nəyə bərabərdir? A yanındakılar düşsün aşağı. D düşdü aşağıya. Y vurulsun U da qaldı yuxarıda. Heç nə uşaqlar, hər birisinin qiyməti var. Bir dənə kiçik bir nüans var. Baxaq burada Y bölünsün M-in qiymətini kitab verib. Baxaq bir dəqiqə 1.8 vurulsun 10 üstə 11. Burada isə bax elə bunun yerinə birbaşa qoyacaqsınız. 1.8 vurulsun 10 üstə 11. U-nun qiyməti 40 bölünsün D-nin qiyməti 3.6. İndi çevirmə işini də aparmaq lazımdır. Bunu da onsuz da -2-yə vuraqmı? Axı, çevirmə aparmaq lazımdır. Bir dəqiqə, bunu biləcək bu tərəfə aparaq. Rahat rəqəmləri görə biləsiniz. 10 üstü -2. Çünki santimetri metrə çevirdim. Burada da uşaqlar, ixtisarlarımız gedəndə qalacaq. 20 vurulsun 10 üstü 13. Bu da nəyə bərabərdir? 2 vurulsun 10 üstü 14. Metr bölünsün saniyənin kvadratı. Sonra keçək növbəti suala baxaq. Bizdən soruşur ki, deməli, eyni zaman ərzində ayrılan gümüşün kütlələri arasında münasibət tapın. Yəni uşaq, kütlələr arasında münasibət. Kütlənin düsturda M nəyə bərabərdir? Deyirsən mənim M bərabərdir K2-yə. Bu da I, K, T deyilmi? Onsuz uşaqlar, hər birisi eyni vannadadır və zamanlarda eynidir. Siz elə bilin uşaqlar, I-ni bölüşdürün.
I arasında münasibət, yəni cəryan arasında münasibət necədirsə, elə kütlə arasındakı münasibət də eyni qaydada olacaq. Əgər hər bir vanna eyni vannadırsa, bax özləri də yazıb. Onda bu da müqavimət erdir, bunun da müqavimət erdir, bunun da müqaviməti erdir. Onda uşaqlar, müsbətdən gələn cəryan, buradan gedən cəryan da i olacaq, buradan gedən cəryan da i olacaq. Çünki i bərabərdir, u bölünsün r-dən. Onsuz paraleldir deyən o sabitdir. R də onsuz eynidir. Onda elə bu 2-dən 3-dən keçən i eyni olacaqmı? Onda yazaq. 3 bərabərdir 2. İndi uşaqlar, buradan gələn cəryan birləşib buradan gedəcəkmi? Yəni birincidən 2 olacaq. Onda birinci bunlardan böyük olacaq. i1 bunlardan böyük olacaq. İndi buna uyğun şəkildə yazanda yenə m3 bərabərdir m2-yə, m1 bunlardan böyükdür. Əgər m1-i bunlara bərabər eləmək istəyirsinizsə, m1 bunlardan 2 dəfə böyükdür axı. Onda olacaq m3 bərabərdir m2, o da bərabərdir m1 bölünsün 2-yə. Yəni riyaziyyatımızı işə saldıq. Sonra keçdik növbəti sual. Yenə uşaqlar eyni qaydadır. Yenə siz cəryanı birinci tapın, sonra cəryana uyğun şəkildə kütləni tapın. Gəlin baxaq. Yenə uşaqlar, hər birisi r-dir, bu da r-dir və birincinin ikinci ardıcıldır. Ardıcıl deyən i1 elə i2 nə olacaq? Bərabər olacaq. Görək 3 bunlardan necə olacaq? Böyük ya kiçik? i bərabərdir, u bölünsün r-dən. 3 1 ilə 2-yə paraleldir. Onun üçün u sabitdir. i ilə r uşaqlar tərs mütənasibdir. Fikir verin, aşağıdakı 2r-dir, yuxarıdakı r-dir. Yəni bura ümidli eləyəcək 2r. Onda deyirsən müəllimə, r-in 2 dəfə elə 3, 1 ilə 2-dən 2 dəfə azdır. Onda cəryan bunlardan 2 dəfə nə olacaq? Çox olacaq. Yenə 3 bunlardan uşaqlar böyük olacaq. Amma bir-birinə bərabərləşdirmək üçün bunu 2-yə bölmək lazımdır ki, bərabərlik eyni olsun. Onda deyirsən mənim m1 bərabərdir m2, o da bərabərdir m3 bölünsün 2-yə. Sonra keçirəm növbəti suala baxaq. Bizdən vannada aləmimizin kütləsini soruşur. Bu üçün uşaqlar valentli ilə kütlə arasında münasibət, düstur necədir? Deyirsən müəllimə, Faradayın ikinci qanununa əsasən kütlə ilə valentli tərs mütənasibdir. Yəni m1-in m2-la nisbəti. n2-nin, bir dəqiqə, n2-nin qəşə yazım, n2 bölünsün n1. m1-in qiyməti sən axtarırsan. n2-nin qiymətini 40 qram verib kitab. Valentliyi də buradan baxırsın uşaq. Bax, biri kuprum xlordur, biri kuprum xlor 2-dir. Baxın, valentli indekslər yuxarı hissəyə qalxacaq. Deməli, birincidə 1-dir, ikincidə 2-dir valentli. Onda birincinin yerinə yazıram 1, ikincinin yerinə yazıram 2. Buradan da m1 elədi 80. Sonra keçək 8-ci suala baxaq. Yenə uşaqlar eyni düstur. Yenə deyirsən müəllimə, m1-in m2 olan nisbəti valentli ilə tərsdir. n2-nin m1 olan nisbəti. m1-in qiyməti 40-dır. n2-ni kitab sizdən soruşur. Bərabər. Valentli yenə bir yaxşı söhbət. Kuprum, bir də kuprum xlor 2. Demək, ikincidə valentli 2 eləyəcək. Burada isə 1 olduğuna görə indeksi 1 qalxacaq. Gətirəm onda yazıram 2 bölünsün 1. M2 elədi uşaqlar 20. 20 qram yəni. Sonra keçirəm 9-da nə deyir? Deyir ki, həcmin cəryanının müddətindən asılı qrafik verir. Gəlin baxaq uşaqlar. M nəyə bərabərdir? K2-yə. M-in yerinə ρV bərabərdir. K2 yaza bilərəmmi? Q-nün də yerinə IT yaza bilərəmmi? Gəlin baxaq. Kitabın istədiyi məndən budur. Həcmlə zaman necə asılıdır? Düz. Açılışlarından verdik. Sonra keçdim 10-cu suala. Yenə məndən soruşur. Cəryan şiddətinin, bu da həcmin cəryan şiddəti. Gəlin buradan baxaq uşaq ilə. Həcm V ilə necə asılıdır? V ilə də, T ilə də düz asılıdır. Keçirəm 11-ci suala. Nə deyir məndən 11-ci sualda? Deyir ki, bir rezistor, bir də termistor var. Baxın uşaqlar, termistor budur. Rezistor da bura qoşulur. İndi məndən daha doğrusu rezistor R olandı uşaqlar. Termistor da T olandı. Burada bir anlıq şəkili belə səhv gördüm. İndi məndən nə istəyir? Deyir ki, termistor qızdırsa. Bax, demir ha uşaqlar, həm rezistor, həm termistor. Bizdən imeni termistor deyir. Onda deyirsən ki, R termistoru qızdıranda, yəni temperatur artır, onda R termistor neyniyəcək? Azalacaq. Niyə? Çünki yarım keçiricidir. R termistor azalanda I bərabərdir, U bölünsün R-dən. Yəni R termistor azalanda cəryan şiddəti neyniyəcək? Artacaq. Deməli, kitab soruşur, cəryan şiddəti necə dəyişir? Dedin artacaq. Bunu bildik. İndi gəlin uşaqlar, növbəti hissə. Bizdən soruşur ki, voltmetr, yəni gərginlik U necə dəyişəcək? Sən də baxırsan, deyirsən, mənim voltmetr rezistora qoşulub. Rezistorda da heç bir dəyişiklik baş vermədi. Onda U da neynəməyəcək? Dəyişməyəcək, konstant olacaq. Sonra keçək növbəti suala. Yenə uşaqlar, həm rezistor var, həm termistor var.
Bizə nə istəyir? Deyir ki, termistor soyucaq. Eyni söhbət uşaq indi tərsinəsindir. Termistor soyudanda temperatur azalır. Termistor yarımkeçirici olduğuna görə artacaq. I bərabərdir U bölünsün R-dən. Termistor artdığı üçün I də necə azalacaq. Yenə uşaqlar gərginlik dəyişməyəcək. Niyə? Çünki qoşulan voltmetr nəyə qoşulub uşaqlar? Voltmetr qoşulub rezistora. Rezistorda da heç bir dəyişiklik olmadığına görə onun üçün sabit qalacaq. Sonra keçdik, yəni burada yazaq bir də U konstantıdır. Növbəti sual 13-cü sual. Məndən soruşur ki, ikivalentli ionun kütləsini tapın. Uşaqlar, düstur nəyə bərabərdir? M bərabərdir K Q-yə. Düzdürmü? Burada M bərabərdir. Bizdən nə istəyir? İonu demək, ekvivalent verib, Y verib, kütləni soruşur. Burada onda deyə bilərik ki, müəllimə, Q-nün də yerinə Y-ni yaza bilərik də. Gəlin onda Y-ni yazaq. Görək necə olacaq? Olacaq K vurulsun, Y vurulsun, N. Amma məsələ nədir burada? Görün, valentliyi nə qədərdir? 2. Onda burada elə birinci olacaq 2Y. Bura bir dənə də 2 yazaq. 3 valentliyi desək 3 yazaq. Gəlin onda düstur tapaq. M bərabərdir. K-nın qiyməti 2 vurulsun, 10 üstündə mənfi 7 vurulsun. Y-nin qiyməti 1.6 vurulsun, 10 üstündə mənfi 19 vurulsun. Deməli 2 qutardı. Əla. N-in yerinə 2 yazdıq da uşaqda. Burada N-i onda silək də qiymətini onsuz yazmışam 2. Buradan da deyirsən mənim cavab olacaq 6,4 vurulsun 10 üstə mənfi 26 kiloqram. Keçirəm növbəti suala. Növbəti sualda uşaqlar valentliyi indi 3 deyir. Onda yenə bir yaxşı kimi uşaqlar eyni düstur. M bərabərdir K Q-yə. K-nın kimi Y, N. Burada N-in də qiyməti uşaqlar var hazır uşaq. Deyirsən mənim N-in qiyməti 3'dür. Gətir onu yazaq. M bərabərdir. K-nın qiyməti 1 vurulsun 10 üstə mənfi 7 vurulsun. Deməli 3 vurulsun 1,6 vurulsun 10 üstə mənfi 19. Buradan da M-in qiyməti 4,8 vurulsun 10 üstə mənfi 26 kiloqram. Keçirəm növbəti suala. Deyir ki, sürgü qolunu, yenə bu da maraqlı sual tiplərindən birisidir. Sürgü qolunu bir vəziyyət, iki vəziyyətinə gətirəndir. Baxın uşaqlar, diqqətli olsanız görərsiniz ki, normalda bir vəziyyətində onda cəryan bu qədər axırdı. Baxın. İndi uşaqlar, sürgü qolunu gətirib qoyduq bunun üzərinə, 2-nin üzərinə. İndi bu qədər axacaq. Elə bilin ki, uzunluq əvvəl bu qədər idi. İndi bu qədərdir. Uzunluq neynədir? Azaldı. R bərabərdir rho, L bölünsün S-dən. Uzunluq azalanda müqavimət də neyəcək? Azalacaq. Onda I bərabərdir U bölünsün R-dən. Deməli, R azalanda I neynəyəcək? Artacaq. Bizdən də nəyi soruşur? Bizə də soruşur ki, deməli, I-ni soruşur? Yox. Bizdən M soruşur. M də bərabərdir I, K, T-dən. Deyirsən ki, müəllimə, ona görə, hətta uşaqlar, burada I bərabərdir U bölünsün R yox da, baxın dövrəmiz dəyişkəndir. Onda epsilon bölünsün böyük Y plus kiçik yerlə yazsa daha doğru olar. Yenə eyni qaydada, dəyişən heç bir şey yoxdur. Amma bir anlıq indi burada dövrəyə baxdım ki, deməli, dövrə əgər bu cür olsaydı, biri müsbət, biri mənfi, onda I bərabərdir U bölünsün R olardı. Dövrəmiz belə olduğuna görə qolların biri böyük, biri kiçik. Onun üçün epsilon bölünsün böyük plus kiçik düsturundan gedirik. Amma qayda yenə də dəyişmədi uşaqlar. M bərabərdir I, K, T-dən də deyirik ki, deməli, cəryan artırsa, kütlə də necə uşaqlar artacaq. Deməli, bizə nəyə soruşurdu? Kütlə ilə cəryanı cavabımızı əsaslandırır. Cavabımız uşaqlar burada tam şəkildə əsaslandırdıq. Keçirəm növbəti suala 16-ya. Deyir ki, 100 sens dərəcə müqavimət 14, 200 sens dərəcə müqavimət nə qədər olar? Bunun üçün uşaqlar düstur R bərabərdir. R0 1 plus alfa delta T deyilmi? Gəlin buradan R0 nəyə bərabərdir? R bölünsün 1 plus alfa delta T. İndi gətirək uşaqlar, yerinə qoyaq. Görək necə olacaq. Bu birinci hal üçündür bu arada. Birinci uyğun şəkildə yazırıq. Deyirsən müəllimə, R0-ımızın, daha çox R-imizin qiyməti nə qədərdir? 14 kitab deyib. Sonra bölünsün 1 üstə gəlsin alfa 0,4 vurulsun. Delta T-nin qiyməti nə qədərdir uşaqlar? 100. Bu da buradan neçə elədir? İxtisar gedəndə 1,4. Düzdür? Elm ki 14 bölünsün 1,4. 14-ü də 1,4-ə böləndə hər tərəf ona böləndə elədi 10.
İndi keçirəm uşaqlar ikinci üçün yazıram. İkinci üçün yazanda isə deyirəm ki, R2 bərabərdir. R0 1 plus alfa delta T. Tapmışam axı R0 yuxarıda 10. Gətirək yerinə qoy uşağı. 10 vurulsun, 1 üstə gəlsin. Alfanın qiyməti yenə uşağa eynidir. 0-dan 1000-də 4 vurulsun. Delta T'miz neçə olacaq? O da 200. Bu da bərabərdir. Deyirsən müəllimə, burada da 10 vurulsun. 200-ü vuranda ixtisara getdi. 0.8, 1.8-ə. O da elədir. 18. Sonra bunun da cavabını tapdıq. Keçirəm 17-ci sual. 17-də nədir uşaq? 17-də maraqlı sual tiplərindəndir. Deyir ki, termistoru yenə temperaturunu artıraqdır. Temperatur uşaqlar artanda termistor azalacaq. Çünki tərs mütənasibdir, yarım keçiricidir. Bizdən də soruşur ki, ampermetr və voltmetrin göstərişi necə dəyişir? Sən də deyirsən ki, bu düstura uyğun olaraq cərəyan şiddəti yəni bu bölünsün. 2 dənə, bir termistorla bir dənə də R-dir. Digər R haqqında məlumat verməyib. Ona görə termistor azalanda idə neynəyəcək uşaqlar? Artacaq. Deməli, cərəyan şiddəti neynədir? Artdı. Məsələ qaldı gərginliyin necə dəyişdiyinə. Gərginlik uşaqlar, deməli, keçirəm, bax, bura üçün baxıram. Gərginlik bura birləşdirir, baxın. Bizdən də soruşur ki, termistor artan voltmetr və ampermetrin göstərişi necə dəyişir? Deyirsə, mənim, U bərabərdir I-yə. Axı, R dəyişmədi bu halda. Amma I neynədir? Artdı. Onda U da neynəyəcək? Artacaq. Onda ümumi U ayrı-ayrı olan cəmlə bərabərdir. Deyirsən, U1 artanda U2 neynəyəcək? Azalacaq. Deməli, birinci gərginlik artdı, ikinci gərginlik azaldı, cərəyan şiddəti neynədir? Artdı. Sonra keçək növbəti suala. 18-ci suala, yəni 18 yenə maraqlı sual tiplərindən birisidir. Baxaq. Deyir, 0 sensdə temperatura naqilin ayrılan güc 140 wattdır. Onda uşaqlar, P bərabərdir. U kvadratı bölünsün R-dən. Birinci 0 sens dərəcə üçün yaza bilərikmi? Onda R-də nəyə bərabərdir? R0 1 plus alfa delta T deyilmi? Gətirək yerinə qoyaq uşaqlar. P bərabərdir. U kvadratı bölünsün R0 1 plus alfa delta T. Gətirdim yerinə qoydum. İndi qiymətləri qoyaq yerinə. Deyirsən ki, U kvadratı bölünsün. R0-ın qiyməti nə qədərdir? R0-ın qiyməti elə R0 kimi yazaq. 1 plus alfanın qiyməti nə qədərdir? 0-dan yenə 1000-də 4 vurulsun. Görək hansı dərəcəyə baxırıq? Deltamız 0. Onda bunun yerinə yazacağım 0. Deyirsən, mənə bura onda birbaşa getdi elə 0-a. Nə qaldı yerdə? P bərabərdir. U kvadratı bölünsün R0. Bunu da kitab deyir ki, 140-dır. Bunu bildik. Bu 0 halı üçün. İndi uşaqlar, gəlin bunu 100 sens dərəcə üçün baxaq. İndi eyni düstur. P100 bərabərdir. U kvadratı bölünsün. Yenə R0 1 plus alfa delta T. Amma uşaqlar, bu dəfə nə yazacağım? Yazacağım ki, U kvadratı bölünsün. R0 1 plus alfa. Alfanın qiymətini qoyaq 0-dan 1000-də 4. Vurulsun. İndi delta T'nin yerinə yazacağım 100. Bir yaxım 0-a baxırdım, yəni 0 yazdım. İndi 100 yazacağım yerinə. Baxıram burada. Bunu da 100-ə vurandı elədi. 0,4. Elə 1-in də üstə 0,4 gəldi. 1,4. Onda düstur bax belə oldu. P bərabərdir. U kvadratı bölünsün R0 vurulsun 1,4. Bunun qiyməti neçə idi uşaqlar? Yəni U kvadratı bölünsün R-in qiyməti deyə buradakı tapmışdıq baxıram 140. Elə bilin uşaqlar 140-ı bölürsüz 1,4-ə. O da eləyəcək neçə? 100 watt. Kitab nə istəyir? Bir də deyir ki, qrafikini qurum. Gəlin quraq uşaqlar. Demək, bunun qrafiki necə olacaq? P-nin T-dən bir asılılıq qrafik olacaq. Bu 140. 140-a uyğun onsuz 0 oldu. Qiymət yavaş-yavaş azalacaq. 100-ə də uyğun neçə tapdıq? Deyək. Zamanlı uyğun. Elə 100. Əla. Bu da oldu bizim qrafikimiz. Ümid edirəm, hər bir sual sizin üçün tam aydın şəkildə oldu.